Bizim kvadratımız 18 kvadratdır. Nəysə, gəldilər, ölçdülər, biçdilər, bizə 2500-dən verirlər. Yəni mən o 2500-dən gedib nə alacam, harda alacam? Səidə Quliyeva kimi köhnə tikililərdə yaşayan sakinlər söküntülərdə kiçik sahəsi olan evlərə görə kompensasiyanın necə ödənilməsi ilə bağlı çaşbaş qalıblar. Belə ki, bu evlərin sahəsi kiçikdir. Kompensasiyanın kvadrat metrə uyğun hesablanması nəticəsində də ödəniləcək məbləğ az olur. Bu da əksər hallarda həmin ev sahibinin yeni mənzil almasına problem yaradır. Millət vəkili Vüqar Bayramov bildirir ki, məsələnin həllinə diferensial yanaşma tətbiq olunmalıdır. Sahəsi nisbətən kiçik olan evlərə ödənilən kompensasiya kvadrat metrə görə deyil, konkret evə görə ödənilsin. Nəticə etibarına əgər məsələn evin kvadrat metri 20-dirsə, bu zaman ödənilən kompensasiya hər kvadrata görə 2500 manatdırsa, bu halda həmin ev sahibinə 50.000 manat ödənilməlidir. Amma nəzərə alsaq ki, həmin ərazidə, hətta nəinki həmin ərazidə, yəni nəinki birinci zonada, hətta ikinci, üçüncü və dördüncü zonalarda 50.000 manata mənzil almaq kifayət qədər çətindir. Ona görə bizim təklif ondan ibarətdir ki, həmin mənzil sahiblərinə ya konkret məbləğdə kompensasiya ödənilsin və ya həmin mənzil sahiblərinə bir otaqlı mənzil təklif oluna bilər. Nəzərə alsaq ki, yeni inşa edilən binalarda bir otaqlı mənzillərin sahəsi daha genişdir. Qiymətləndirmələr Cəmiyyətindən bildirildi ki, indiyənə kimi sökülən mənzilin sahəsi azdırsa, bu zaman 20% artıq kompensasiya ödənilir və ya təklif olunan yeni tikililərdə 20% artıq sahə hesablanır. Bu qayda daha kiçik sahələrdə özünü doğrultmadıqda vətəndaşın yaşadığı otaq sayına uyğun mənzil təklif olunur. Amma bu təkliflər hələ ki normativ qaydada qəbul olunmayıb. Bu proses sahibkarın deməli insafına və yaxud da ki, məmurun ədalətinə buraxılmamalıdır. Müvafiq normativ sənəd qəbul olunmalıdır ki, həmin sənədə uyğun olaraq mülkiyyətindən imtina edən şəxslər, vətəndaşlar bilməlidirlər ki, bunun qarşılığında ona hansı formada kompensasiya ödəniləcək və yaxud da ki, əgər fərqli alternativ yaşayış sahəsi təqdim olunacaqsa, hansı kriteriyalarla bu yaşayış sahəsi təqdim olunacaq. Yəni, bütün bunlar qanunvericilikdə nəzərdə tutulmalıdır. Hüquqşünasların sözlərinə görə, əgər əmlak sahibinin mülkiyyət hüququ pozulubsa, sahibkarlardan kompensasiya tələb oluna bilər. Bu isə əmlakın bazar qiyməti ilə məhdudlaşmır. Müqavilə üzrə müəyyən vəzifə və öhdəliklər götürüblərsə və onun yerini yetirmirlərsə, təbii ki, burada mülki məsuliyyət yaranır və vətəndaşın da hüququ var ki, müqavilə üzrə öhdəliklərin yerini yetirməyən şəxsə qarşı məhkəmədə iddia qaldırsın və məhkəmə qaydasında da nəinki ona dəymiş zərəri, nəinki əmlakın dəyərini, hətta vəkilə və yaxud da ki, məhkəmə məsrəfləri, nümayəndəyə və digər şəxslərə o cümlədən də əldən çıxmış faydanın məbləğini həmin hüquqi şəxsdən tələb edəsin. Hüquqşünas onu da əlavə etdi ki, daşınmaz əmlakın alınması ilə bağlı 2010-cu ildə qəbul edilən qərarı sahibkarlar özünə rəhbər tutsa, heç bir mübahisə də yaranmaz.